Salam. Bugün növbəti axalaziya ilə əməliyyat elədiyimiz xəstəmizi sizə təqdim edəcəyik. 12 gün öncə Gülməz xanıma laparoskopik Heller-Dor əməliyyatı elədik. Yəni qida borusunun aşağı 1/3-də keçməməzlik hissəsini myotomik kəsi ilə açaraq qida keçiriciliyini təmin elədik və bununla da xəstəmiz klinik olaraq sağaldı. Və 12 gün sonra xəstəmizlə görüşüb onun təəssüratlarını almaq istəyirik. Əməliyyatdan qabaq şikayətləriniz nə idi, indi necə oldu? Əməliyyatdan qabaq demək olar ki, yemək yeyə bilmir. Yeyirdim, ancaq su ilə yeyirdim. Su olmasa yemək yemirdim. Baxın, görürsünüz, yenə də su ilə. Su ilə deyirsə, yəni paradoksal disfagiya var. Yəni axalaziyanın patokomonik bir əlamətidir. Su içməsəm elə bir qaytarırdım, belə qayıdırdı geri. Yəni onda da su içirdim. İndi şükür yaxşıyam. Yeyirəm, içirəm. Sevinirsiniz əməliyyatı? Əlbəttə. Gerçəkdən? Əlbəttə. Nədir sizi sevindirir? Rahat yemək yeyirsiniz? Rahat yeyirəm, yaşamağı hiss edirəm. Əvvəl yaşamırdım demək olar ki. Diaqnozu niyə qoya bilməmişlər öncə? Nədən oldu? Valla çox həkimlərə getdim. Hamısı dedi nevrozdan, biri dedi onkolojistdan, biri dedi sinirdir, hər bir söz dedi. Hansında sual verdim, mənə bir məsləhət verin, bir həkim göstərin, gedim, dedilər, burada elə həkim yox. Bəs harada var? Dedilər, Türkiyədə ancaq. Mənim də ora getmək Demək imkanım ki, olmadı. bizdə də var imiş. Əlbəttə var imiş. Bunlar da bizim günahımızdır. Vaxtında yemək bildirmək lazım. Yoxsa mən ona görə çəkilir. 10 ildir həkimlərə gedirəm ki, hər bir o qədər nevroloji müalicə də almışam ki, təsir eləmir. Bu çox acınacaqlı bir haldır ki, 21-ci əsrdə xəstələrimiz axalaziya ilə olan xəstələr nevroloji əlamətlər kimi nevroloqların yanında müalicə alırlar. Və bizim həkimlər bu əməliyyatların icra olunduğunu xəstələrə deyə bilmirlər, demirlər və yaxud da bilmirlər biz icra elədiyimiz. Hardasa bizim də günahımız var. Sadəcə bilmək lazımdır, bu funksional xəstəlikləri ölkəmizdə kifayət qədər əməliyyat edən cərrahlarımız var. Yetər ki, onları axtarın, tapın və vaxtında xilas olun. Çünki axalaziyanın 4 mərhələsi var. Yəni 3-cü, 4-cü mərhələlərin nəticələri 1-ci, 2-ci mərhələnin nəticələrinin eyni olur. Və bu axalaziya xəstəliyinin 4-5 müalicə metodikası var ki, hal-hazırda tətbiq olunur, amma onların hamısından danışmayacağım. Bircə onu demək istəyirəm ki, tətbiq elədiyimiz metodika qızıl standart sayılır. Yəni, bunun nəticələrinə digər müalicə metodlarının nəticələri çatmır. Oldu. Başqa sözləriniz var mı? Sağ olun, çox sağ olun. Arzularınız, Minnətdaram, təşəkkür edirəm. Sizi tapdım, sizlə xoş oldu. Allah sizi var eləsin. Çox sağ olun. Siz də bundan sonraki həyatınızda şəfalar arzulayın. İnşallah, çox sağ olun. Sağ olun, çox sağ olun. Türk tutardı. Gördün.